Lerikdə keçirilən əməliyyat zamanı 10 kiloqram narkotik vasitə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bilgi TV-yə verilən məlumata görə, Lerik rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin ayrı-ayrı ünvanlara çatdıraraq satışını təşkil edən 32 yaşlı Nurlan Alızadə, 30 yaşlı Binnət Eyvazlı və 31 yaşlı Nurlan Bəşirov saxlanılıblar. Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 10 kiloqram marihuana və tiryək aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qəti imkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Sevindili Akifoğlu, Bilgi TV üçün.